Sabahınız xeyir olsun dostlar, güzel insanlar. 11 iyul 2026 yıl. 20'si yanvar 2007 yılda yazdığım Şora Değməyin adlı bir şiirimle sizlerle bir aradayım. Ey milletin beğenmeyen memurlar, xalqımıza yalanları demeyin. Millətimiz çətinliklə yaşayır. Millətimi bu qədər də əyməyin, yağı balı yeyin, şora dəyməyin. Hər şey gərək biri ilə uzlaşa. Yalanların axırı dəyər daşa. Qardaş belə heç qıyar mı qardaşa? Qardaş deyib bizi əyməyin, yağı balı yeyin, şora dəyməyin. Dövlət gərək millətini qorusun, xalqım artsın, övladları da olsun. Hər bir evdə undan xəmir yoğrulsun, unsuz qoyub millətimi əyməyin, yağı balı yeyin, şora dəyməyin. Kəhər atlar yenə çıxar meydana, qoç igidlər səsin salar hər yana. Koroğlular nərə çəkər cahana, o qədər də bizi aciz bilməyin, yağı balı yeyin, şora dəyməyin. Bəkiroğlu kədərlənir, ağlayır, ümidini Allahına bağlayır. Bu haqsızlar neçə qəhvlər dağlayır, dağ çəkilmiş insanları əyməyin, yağı balı yeyin, girsin gözünüzə, şorumuza dəyməyin. Yağı balı yeyin, burnunuzdan gəlsin, şorumuza dəyməyin. Allah amanda dostlar, sizlərlə mənəm, Vahid Bəkiroğlu. Qismət olar bir daha görüşərik inşallah.